Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Bəli, Azər müəllim, keçən verilişimizdə bizim vaxtımız olmadı həmin hədisi tamamlayaq. Orada Nuf adlı bir şəxs nəql edir ki, Həzrət Əmir Əl-Mömin əleyhissalam buyurdu ki, biz Əhl-i Beyt pak tinətdən yaradılmışıq və şiələrimiz də bizim tinətimizdən yaradılmışdır. Və şiə adı gəldikdə Nuf deyir ki, mən dedim ki, ya Əmir Əl-Mömin, sifliyə şiə. Şiəni mənə vəsf elə. Şiələr hansı xüsusiyyətlərə malikdir? Həzrət Əli əleyhissalam şiə adını eşidib ağladıqdan sonra bir neçə xüsusiyyətlərini işarə edir və biri elmli olmaqdır, dində Allaha nisbətdə elmli olmaqdır və digər xüsusiyyətləri keçən verilişdə bəhs elədik. Amma hədis uzundur, bir neçə xüsusiyyətə də mən bu günləri inşallah işarə edəcəm. Diqqət edək, əziz tamaşaçılar da diqqət eləsin. Həzrət Əli əleyhissalam bu hədisi deyəndə, şiə adını eşidəndə ağlayır, hədisin sonunda da bir ah çəkir. Ah çəkir. Bəli. Niyə ah çəkir? İnşallah verilişin sonunda işarə edəcəm. Buyurur ki, şiələrin bir neçə xüsusiyyətləri var. O cümlədən tu'rafur rabbaniyyə fi vucuhihim və rəhbaniyyə fi səmtihim. Şiələrin digər bir xüsusiyyəti budur ki, onların Rəbbani olmağı, yəni mömin olmağı, mütədəyyin olmağı, Allaha bağlı olmaqları öz üzlərində görünər. Yəni siz bəzi insanlar var da, həqiqətən heç sual etməyə ehtiyac yoxdur ki, hansı əqidəyə maliksən. Onu görcək, bilirsən ki, bu Əhl-i Beyt davamçısıdır. Bilirsən ki, bu ilahi bir insandır, Rəbbani bir insandır. Bu xüsusiyyətlər onun simasından bilinir. Quranda da bu ayə var. Həzrət Əli əleyhissalamda Natiq-i Quranda da danışdıqları həqiqətdə o Qurandan ilham alınıb ki, onlar öz simaları ilə tanınarlar. Orada var ki, min əsəri sucud, səcdə nəticəsində. Bəziləri deyir ki, məqsəd möhürdür, xeyr, o möhür deyil. Elə insan ibadət əhli olarsa, ona elə bir nur gələr ki, o tanınar ki, bu mömin bir bəndədir. Üzərində çox dayanmıram. Amma davamında buyurur, Məsabihi kulli zulmətin. Bizim şiələrimiz bütün o qaranlıqlarda, zülmətlərdə çıraq kimi parlayarlar. Maliki Əştəri misalı vurdu, Kumeyli ibn Ziyadı misalı vurdu, İmam Sadiq, İmam Həsən. Bunların hamısı hər bir məntəqədə olsalar, həmin o qaranlıq küfr məntəqələrində bir çıraq kimi parlayırlar, ətrafında olan insanları hidayət edirlər. Və reyhanu kulli qəbilin. Bizim şiələrimiz belədir. Onlar gülə bənzəyirlər. Onlar tikansız bir gül kimi kim onlara yaxınlaşsa gözəl ətir qoxulayarlar. Bizim şiələr, bunlar hamısı təmsillərdir ya. Yəni gözəl xüsusiyyətləri o qədər çoxdur ki, insanları o gül kimi özlərinə cəlb edir. Necə biz gül, çiçək görəndə istər-istəməz ona onun yanında olardıq, onun ətirindən qoxulayardıq. Nə üçün? Özünü cəzb eləyir. Bizim şiələrimiz də bu cürə cəzzabdır. Onların cazibə qüvvələri vardır. Başqa bir sifətdə çox önəmli bir məsələyə işarə edir. Buyurur ki, la yusnuna minəl musliminə sələfən və la yəkfunə ləhum xələfən. Bu çox önəmlidir. Təəssüflər olsun ki, bəzi adlarını müsəlman qoyanlar elə kör-köranə qədimdə ata-babalarımız necə olubsa, biz də kör-körana görə onların adət-ənənələrini qəbul edək. Məsələn, indiki vəhabilər kimi özlərini sələfi adlandırırlar, zahirdə müsəlmandırlar, amma İslama zidd hərəkət edirlər. Onlar Peyğəmbər məsələn dəviyə minibsə, biz də indiki zamanda dəviyə minməliyik. Bunlar kör-köranə nədir? Keçmiş ümmətə tabe olmaqdır. Elm inkişaf elə, bəli, bir çox məsələlərdə sabit olan hökmlər vardır. Bu sabit olan hökmlər heç vaxt dəyişməzdir. Amma bəzi hökmlər də vardır ki, zamana bağlıdır. Bu zaman dəyişdikcə onun da necə deyirlər, mistaqları əvəz ola bilər. Biz kör-köranə məsələn Peyğəmbərimiz məsələn, müharibə olanda nizədən istifadə edib, xəncərdən istifadə edib, bəli, biz də gərək indi ondan istifadə edək. O zaman keçdikdə bəzi şeylər dəyişdi. İmam Əli əleyhissalam kimi bizim şiələrimiz kör-köranə keçmişdə olan əqlə uyğun olmayan adət-ənənələrə tabe olmazlar. Başqa bir xüsusiyyət şururuhum məqnunə. Şiələrimizin şərrindən hamı amandadır. Bizim şiələrimizdən heç kim zərər görməz. Bizim şiələrimiz heç kimə zərər vurmaz. Hamı əmin aman. Necə əziz Peyğəmbərimiz hələ Peyğəmbər deyildi, amma bütpərəstlər onu əmin bilirdilər. Bizim şiələrimizdə belədir ki, heç kimə zərər vurmazlar. Və qulubuhum məhzunə. Amma qəlbləri
kədərlidir. Bu çox önəmlidir. Siz dəfələrlə bilirəm, siz Azər müəllim, siz də buna həssassınız. Dəfələrlə bunu qeyd edibsiniz. Bu gözəl xüsusiyyət sizdə də vardı, əlhəmdülillah. Həmişə təbəssümlü, insanın, möminin üzü gərək nə olsun, həmişə gülərüz olsun. Amma qəlbləri qulub yazıb. Demir ki, insanlarla qarşılaşanda qaşqabaqları salsınlar, nə qədər qəmi qüssələri vardı, mənfi enerji ötürsünlər digər mömin qardaşlara. Xeyr, qulubuhum məhzunə. Qəlbləri kədərlidir. Qəlblərin də kədərli olmağının səbəbi var ha. Nəinki dünyaya görə. Dünya malları yoxdur. Nə bilim, zahiri çatışmamazlıqları vardı, nöqsanları vardı. Qanə deyirlər özləri. Bəli, bəlkə bunlar həqiqətdə nə qədər ibadət əhli olsalar da belə yenə nigarandılar. Necə qorxu və kədər içindələr ki, bəlkə nəsə mənim ibadətim ixlaslı şəkildə olmayıb. Mən filan vaxtı bir günah elədim, bəlkə Allah məni bağışlamayıb, bağışlamasın. Görəsən mən İmam Əli əleyhissalamın həqiqi şiələrindən yoxsa yox. Allah Taala etdiyim ibadətləri, əməlləri məndən qəbul edib, etməyib, heç birimiz bilmir. Biz edirik, əməlləri edirik, amma məqbuldur, məqbul deyil, bir sıra şərtləri vardır. Bu baxımdan qəlbləri nigarandır. Nəinki dünya malına görə, nəinki məsələn ailə ilə, uşaqla deməsinlər, gülməsinlər, xeyr. Mömin insan gülərüz olmalıdır. Davamında buyurur ki, və ənfusuhum əfifə, digər bir xüsusiyyətdir. Bizim şiələrimizin nəfsləri iffətlidir. Bu iffət də ümumi mənada. Verilişlərin birində mənə elə ki, siz danışıbsınız. Ustad Xəlillə iffət barəsində geniş danışıbsınız. Mən istəmirəm izah verəm. Amma mömin və şiənin bariz xüsusiyyətlərindən biri budur ki, istəyir xanım olsun, istəyir bəy olsun, nədir? İffətli olmalıdır. Və həvaicuhum xəfifə. Çox gözəl xüsusiyyətdir. Möminlərin, şiələrin ehtiyacları da yüngüldür. Məsələn, uzun-uzadı arzular, mənim 5 mərtəbə evim olardı, mənim məsələn neçə milyon dollarlıq məsələn maşınım olardı. Xeyr, onlar yaşayışın zərurətinə qane olandılar. Ona görə ehtiyacları da yüngüldür. Bugünün yeməyin fikirləşirlər. Bugünün yeməyin fikirləşirlər. Sabah innallahu vər-rəzzaq. Ruzi verən Allahdır. Hədislərdə vardı Azər müəllim. Heç bir şəxs Allahın onun üçün təyin etdiyi ruzini bu dünyada yeyib qurtarmayınca dünyasını dəyişməyəcək. Yəni Allah tərəfindən bizə nə qədər ruzi ayrılıbsa, ruzi verən Allahdır. O ruzini biz yeyəcəyik. Ondan nə artıq yeyə biləcəyik, istifadə edə biləcəyik, nə ondan əskik. Bu da bir məsələdir ki, həvaicuhum xəfifə. Ənfusuhum minhu fi ənain. Bunların nəfsləri. Nəfs axı doymur. Nəfs çox şey istəyir. Amma şiələr, həqiqi şiələrin nəfsləri öz əllərindən nədir? Narahatdır. Nəfs istəyir, məsələn, filan günah eləsin deyir ki, olmaz, Allah buna icazə vermir. Nəfs istəyir ki, məsələn, yat, namaz qılma, gecə namazına durma, sübh namazı vaxtı yuxu şirin olur, yat. Amma öz nəfslərin zəhmətə salıb dolurlar, ibadət edirlər. Amma vənnasu minhum fi rahə. Amma bunun müqabilində insanlar bunların əlindən rahatdadılar. Uşaqları bunların əlində rahatdırlar. Ailəsinə məsələn hörmət edir, qardaşlarına, bacısına xidmət edir, valideynlərin qulluğunda durur. Başqalarına xidmət edirlər, amma öz nəfslərinə əziyyət verirlər. Əli əleyhissalam özü həmin İnsan surəsi, Həl-Əta surəsi buna bir nümunədir. Baxmayaraq orucdular, yeməyə ehtiyacları var, əla hubbihi. Yəni ehtiyacları var, amma sevərək öz ehtiyacları olduğu kimə verirlər? Başqasına verirlər. Davamında buyurur ki, bizim şiələrimiz tənbəl də deyirlər ha. Bizim şiələrimiz fəhumul qasetul əlibba. Əli əgər düz oxumuş olarsamsa, kəs kəlməsindəndir. Əl-mömini kəyyis, mömin zirəkdir. Bizim möminlər Həzrəti Əli əleyhissalamın şiəsi Malik idi. Zirəng adam idi. Qəmbər idi, zirəng adam idi. Şiələr ki, nümunə vurdu. Onlar zirəng idi və əl-əlibba. Əlibba lub kəlməsindəndir. Lub həqiqətən məğzə deyirlər. Burada işarədir nəyə? Yəni, əql sahibləridirlər. İslamın əvvəli... Məsələn, ustad, onlar hansı şeylərdə zirəng idi? Məsələn, itaətdə, xeyir işlərdə zirəng idi, qabağa düşürdü. Yoxsa nələrdə məsələn zirəng idi? Məsələn, hədislərdə var ki, mömin heç vaxt bir xətanı 2 dəfə təkrar eləməz. Yəni, əgər onlar bir dəfə xəta ediblərsə, ikinci dəfə ona duçar olmazlar. Bir dəfə nəfsə allanıblarsa zirəkli edirlər, ikinci dəfə nəfsə allanmazlar. Əkiyəsunnəs mən hasəbən nəfsə əleyhissalamda belə hədis var. O da bir məsələdir. Məsələn, onlar zirəkdirlər. Əgər günün sonunda, gecənin vaxtında həmişə özlərinə hesab çəkərlər. Mən bu gün Allah Taala da icazə verir.
Belə deyil ki, biz məsum olaq, məsum deyilik, ola da bilmərik. Bizə deyiblər ki, çalışın, təqvalı olun, ədalətli olun, bu qədər. İndi bir dəfə xəta elədik, günah elədik, Allah Teala icazə verir. Gecə vaxtı hesab elə. Əgər görürsən səhv eləyibsən, hətta 7 saat icazə də verilir. 7 saat peşman olub tövbə eləsən, Allah Teala bütün günahlarını bağışlayır. Hətta mələkə icazə vermir ki, sən o günahı yazsın. Hesab eləmək lazım. Bu baxımdan da zirəkdirlər. Günah da edəndə tez onu tövbə vasitəsilə o günahı aradan aparırlar. Davamında bu ki, vəl xalisətun nücəba. Xalisdirlər. Nəcib insandırlar. Həqiqətən alicənab insandırlar. Fəhumur rəvvağunə firarən bidini. Çox önəmli məsələdir. Əgər bir məntəqədə elə bir yerdə yaşayırlar ki, bunların dini xətərdədirlər, bunlar dininə xatir oradan uzaqlaşarlar, qaçarlar. Dinin qorunmaq məqsədi ilə. İndi ola bilər də insanın elə bir qonşusu vardır ki, bu qonşu buna zərər vurur, dininə zərər vurur. Əlbəttə, əgər məsələn elə bir vəziyyətdədir ki, təhəmmül eləyə bilər, ona müsbət mənada təsir qoya bilər, onu hidayət eləyə bilər, bu başqa məsələdir. Amma görür ki, mən burada qalsam, bu vəziyyətdə qalsam, bu qonşuların kənarında yaşasam, mənim özümdən əlavə dinimə də bunlar zərbə vuracaqlar. Deyir, mömin dini xətərə atmaz. Öz dinini qorumaq üçün o məntəqədən uzaqlaşar. Hicrət tək elə belə deyil ki, hicrət Peyğəmbərimiz məcbur oldu Məkkəni tərk eləsində o şəraitdə. Bəziləri var idi, adi bir insan idi. Dininə xatir Məkkədə qalmadılar, bütpərəstliyi qoydular, ora qayıtdılar, Peyğəmbərin kənarına gəldilər, Mədinədə öz dinlərini qoruyub saxlamaq üçün. Davamında buyururlar ki, möminlərin, həqiqi şiələrin bir xüsusiyyəti də budur ki, əgər insanlar arasında olarlarsa, o qədər şöhrətbaz olmazlar ki, bunları barmaqla göstərsinlər. Bəlkə deyir ki, buyurur ləm yu'rəfi, tanınmazlar. Onların yəni ibadəti də o qədər ixlaslı şəkildədir ki, insanların gözünə necə deyirlər, riyakarlıqla göstərməzlər ki, onların gözü önündə ələm eləsinlər. Baxın, mən namaz əhliyəm, bəziləri gecə vaxtı namaz qılır, həmən gecə namazı qılıram, nə edirəm? Xeyr, şiələr ibadət əhli olsalar da, nə qədər gözəl xüsusiyyətləri olsalar da belə, insanlar arasında barmaqla göstərilməzlər. Və inğabu, əgər insanlar arasında olmasalar, ləm yuftəqədu, çox önəmlidir. İnsanlar heç onu axtarmazlar, sorağına gedməzlər. Belə bir insan vardı, yoxsa yoxdur. O qədər məsələn, necə deyərlər, məzlumdular bu cəhətdən. Bunları dedikdən sonra təqribən keçən verilişlə, bugünkü verilişdə olan o xüsusiyyətləri ki, mən burada əlamət vurmuşam, İmam Əli əleyhissalam yalnız bu hədisdə 27 dənə xüsusiyyətə işarə elədi. 27 şiələr barəsində bunları deyəndən sonra bu ki, ulaikə şiəti. Bu xüsusiyyətə malik olanlar mənim şiələrimdir. Əl-ətyabun. Mən ki dedim, bizim tinətimiz təyyibdir. Bunlar da bizim tinətimizdən yaradıblar. Onlar da paşdılar və ixvaniyəl əkramun. Onlar, belə şiələr mənim əziz qardaşlarımdır. Bunları deyəndən sonra o ki dedim, Əli əleyhissalam sonda ağ çəkir, belə buyurur. Buyurur ki, əla, bilin və agah olun. Ha, yəni ağ çəkir. Bilin və agah olun. Mən bu xüsusiyyətlər ki dedim, bizim şiələrimiz bu xüsusiyyətlərə malik olarlar. Amma bilin və agah olun, şovqan iləyhim. Mən belə bir şiələrə əlaqəm vardı. Belə bir şiələrin arzusundayam. Belə bir şiələri mən görmək istəyirəm. Onlardan əgər icazə versəniz, bir nümunəsini işarə edim. Nümunə də vurun bugün. Azər müəllim, o nümunəvi şiələrdən də biri, Həzrət Əli əleyhissalam şiələrindən də biri Hücrubni Udeyyə Hücrubni Ədiydir. Bunun da babası Hatəm olur. Ədiy ibn Hatəm, əgər səhv eləməsəm, Hatəm-i Tai-i eşitmişik, onun nəvəsi olur. Hücr ibn Ədiy. Hücr ibn Ədiy Əli əleyhissalamın aşiqi idi. Nə qədər başına müsibətlər də gəlsə belə, Əli əleyhissalamın vilayətindən əl götürmədi. O zaman ki, İmam Həsən əleyhissalam məcbur oldu Muaviyyə ilə sülh eləməyə. Dəfələr bu gərək qeyd olunsun. İmam Həsən əleyhissalam sülh etmədi. Bəlkə sülh etməyə məcbur oldu. Nə üçün? Həqiqi şiələr olmadığı üçün. İmam Həsən əleyhissalam bəzi səhabələrə təəssüflər olsun ki, xəyanət elədi. Azər müəllim, bu Hücr ibn Udeyyə, Hücr ibn Ədiy zöhddə nümunə idi. Zahid bir insan idi. İmkanatı olmağına baxmayaraq dünyaya bağlılığı yox idi. Təqvada, ibadətdə əslən insanlar arasında məşhur idi ki, Hücr belə ibadət sahibidir, belə təqva sahibidir.
Amma bunun ən gözəl, önəmli xüsusiyyəti Əli əleyhissalamın vilayətindən əl götürməməkdir. O zaman Muaviyənin göndərdiyi Kufiyə, Bəsriyə, ora hakim olan Ziyad ibn Əbidir. Ziyad ibn Əbi, atasının oğlu Ziyad. Yəni mənası nədir atasının oğlu Ziyad? Yəni atası məlum deyil. Muaviyə də bilirdi belə necə deyirlər, atası məlum olmayan insanları özünə tərəf çəkirdi, vali qoyurdu. Bütün insanlar, hətta o şəxslər ki, məşhur idi ki, bu Əli əleyhissalamı çox sevir, onları tutub gətirərdi, məcbur eləyərdi ki, Əli əleyhissalama necə deyirlər, nalayiq sözlər deyim, mən söyüş demirəm, nalayiq sözlər deyim. Bəziləri də edərdilər. Hətta bu bidəti qoymuşdular Kufədə, mənbərlərdə, xütbənin sonunda ya əvvəlində Həzrət Əmir əl-Mömin Əli əleyhissalama nalayiq sözlər deyərdilər. Hücr ibn Ədi bunların müqabilində dayandı, mübarizə elədi. Bu baxımdan da bunu tutub aparmaq istəyirdilər, tutdular da göndərdilər Şama ki, Muaviyə özü nə bilirsə eləsin. Amma Şama çatmamış, mən adını qeyd eləmişəm, indiki Suriyə ölkəsinin ətrafında olan bir şəhərdir. Mərci Əzra adında, əgər tələffüzünü düz demiş olaram. Bu məntəqəyə çatanda Muaviyə adam göndərir ki, bunlara məcbur edin ki, Əli əleyhissalama nalayiq sözlər desin. Bir sıraları dedi, təqribən 7 nəfər Əli əleyhissalamın əleyhinə heç bir nalayiq söz demədi və şəhadəti qəbul etdi. Onlardan da biri Hücr ibn Ədi idi. Vilayət yolunda vilayətdən bəraət eləmədi və nəticədə də çox faciəli şəkildə dünyasını dəyişdi. Allah lənət eləsin. İşid son vaxtlarda ki, Suriyədəki həmlə eləmişdilər. O ərəfədə Hücr ibn Ədiyin ki, məqbərəsi var idi, qəbri ziyarətgah idi. O ziyarətgahı da partlatdılar, aradan apardılar. Təəssüflər olsun.